Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Gəlin bu günləri birlikdə ibtidai sinif MİQ və sertifikasiya qruplarına göndərdiyim ödənişli sınaq onun birlikdə izahına baxaq. Sınağa keçməmişdən qabaq onu qeyd edim ki, bizim Müəllimlər Akademiyasında ibtidai sinif müəllimlərinin həm MİQ, həm də sertifikasiya imtahanına hazırlaşanlar üçün riyaziyyatdan ödənişli sentyabr qruplarımıza qeydiyyat davam edir. Qoşulmaq istəyən şəxslər 051 232 95 50 nömrəsinə WhatsApp'da yazaraq daha geniş şəkildə məlumat əldə edə bilərlər və dərslərimizə qoşula bilərlər. Siz bu nömrəyə yazaraq bütün məlumatları öyrənmiş olacaqsınız. Videonu bəyənmək, kanala abunə olmaq yadımızdan çıxmasın. Gəlin baxaq, görək birinci sualımızda nədən danışır? Bu sınağımız bizim KTR məsələlərinə həsr olunmuşdur. KTR məsələlərinə aid müxtəlif tipli məsələlər görmüş olacaqsınız. Gəlin elə başlayaq birinci sualımızdan. Görə birinci sualda bizə nədən danışır? Deyir ki, axma sürəti 3 km/saat olan çayda kater çayın axını ilə 4 saat, axına qarşı isə 6 saat yol getdi. Katerin axına qarşı getdiyi yolu ilə getdiyi yoldan 24 km/saat çox olarsa, katerin çayın axını istiqamətdə sürətini tapın. Bax, biz bunu oxuyandan sonra görürük ki, katerin sürətini verməyiblər. Deyirəm x. Çayın isə sürətini veriblər 3-ə bərabərdir. İndi hər iki istiqamətdə hərəkət edib, həm axını ilə gedib, həm də axına qarşı gedib. Bax, buraya yazsam axına qarşı, o zaman nə olacaq? Axına qarşı sürətdə demişdim ki, kater çıxılsın çay olmuş olur. Yəni sürət olur x çıxılsın 3. Axın ilə deyəndə nə olurdu? Axın ilə də isə katerlə çayın sürəti toplanırdı. Katerin sürəti x, çayın sürəti 3'dür. Toplamaq lazımdır, x gələ 3 oldu. İndi bizə deyir ki, hər birisinin zamanına baxaq. Zamanı veriblər. Deyir ki, axın ilə 4 saat, mən axın iləni vururam 4'ə. Axına qarşı isə 6 saat yol gedib, vururam 6'ya. Və bizə deyir ki, katerin axına qarşı getdiyi yol, axın ilə getdiyi yoldan 24 km/saat çox olarsa, yəni bax bu sol tərəfdəki gedilən yol, bu sağ tərəfdəki gedilən yoldan 24 km çoxdur. Yəni biz bunları çıxıb 24'ə bərabər eləyə bilərik. Çünki sol tərəfdəki sağ tərəfdəkindən 24 vay çoxdur. Bir dənə bu tənliyi həll edirik. 6'nı x-ə vururam. 6x olur. 6 üçün 18 çıxılsın. 4x-ə vururam. 4x eləmiş olacaq. 4 üçün də 12 eləmiş olacaq. Bərabərdir 24'ə. Bunu yazmış olduq. Bundan sonra nə edirik? Bax, 6x-dan 4x'i çıxıram. Yerdə qalır 2x bərabərdir. 18 ilə 12'ni toplamış olsam, eləcə 30. Çünki hər ikisi mənfidir. Mənfi 30'u da sağa aparsam, burada eləcə 54. X də bərabərdir 27'yə. Biz x'i tapdıq. X ilə nə işarələmişdik? X ilə baxın, kateri işarələmişdik. Məndən nə istəyir? Deyir ki, kater çayın axını istiqamətində sürətini tapın. Axın ilə sürətdə isə kater gələk çaydır. Toplamaq lazım idi. Katerin sürəti 27, çayın sürətində 3 vermişdilər. Toplayırıq, eləyir 30. Deməli, axın ilə sürət neçəyə bərabərdir? 30'a bərabər olmuş oldu. Bu oldu. Birinci məsələmizin izahı. İndi gəlin başlayaq. İkincisində görək bizə nədən danışır. Videonu bəyənmək, kanala abunə olmaq yadımızdan çıxmasın. Baxırıq 2 nömrəliyə. Deyir ki, axma sürəti 7 km/saat olan çayda kater çayın axını ilə 3 saat, axına qarşı isə 4 saat yol getdi. Katerin axın ilə getdiyi yol, axına qarşı getdiyi yoldan 14 km çox olarsa, katerin dronsdakı sürəti neçə kilometrdir? Yenə çayı veriblər, kateri verməyiblər. O zaman katerin sürətini x deyirəm, bilmirəm nəyə bərabərdir. Çayın sürətini isə 7 veriblər. Axın ilə də bunların ikisini toplayırıq. Bax, buraya yazırıq axın ilə. O zaman ne olacak? X gələ 7 olacaq. Burada axına qarşı yazsaq, bax burada axına qarşı yazaq. O zaman katerdən çay çıxılmalıdır. Yəni x çıxılsın 7 olur. Axın ilə də topladıq, axına qarşı da çıxdıq. Və bizə deyir ki, katerin axın ilə getdiyi yol, axına qarşı getdiyi yoldan 14 km çoxdur. Və axın ilə 3 saat gedib. O zaman axın iləni vurmaq lazımdır 3'ə. Axına qarşı isə 4 saat gedib, bunu da vururuq 4'ə. Və bunların fərqi neçəyə bərabərdir? 14'ə bərabərdir. Çünki axın ilədən axına qarşını çıxıblar ki, yerdə 14 qalıbdır. Çünki axın ilə getdiyi yol çoxdur. Bir dənə bunu həll edirik. 3x-ə vururam. 3x eləmiş olacaq. Üstə gələ 3 7'nin 21 çıxılsın. 4x-ə vururam. 4x eləyir. 4'ü də 7'yə vuracam. 28 eləmiş olur. Bərabərdir 14'ə. 3x, burada da x var. Çıxanda mənfi x qalır. Sağa getirsəm x bərabər olacaq. 21 ilə 28'i toplayacaqsınız. Sağ 14'ü də gətirəcəksiniz sol tərəf. 21 ilə 28'i toplayanda eləyəcək
alınan ədəddən 14-ü də gətirib sol tərəfdə çıxacaqsınız. 49, 14-ü də çıxanda 35 qalmış olacaq. Deməli, x nəyə bərabərdir? 35-ə bərabərdir. Bəs məndən nə soruşur sonda? Katerin durğun sudakı sürətini soruşur. Katerin durğun sudakı sürəti deyəndə elə katerin özünü götürmüş olurduq. Öz sürətində də x demişdik axı. X-i də elə 35 tapmışıq. Cavab olur E variantı. Yəni x-i tapmaqla elə biz katerin öz sürətini tapırıq. Durğun suda deyəndə elə katerin öz sürətini götürmüş oluruq. Bu belə, baxaq növbəti məsələmizdə görək bizə nədən danışır. Baxırıq növbəti məsələmizə. Deyir ki, katerin çayın axını ilə sürəti 40 km/saat, çayın axırına qarşı sürəti axın ilə sürətinin 4/3 hissəsi qədərdir. Kater 4 saata göldə hərəkət etsə, neçə kilometr məsafə qət etmiş olar? Bax, yenə baxırıq. Axın ilə sürətin veriblər. Deyir, axın ilə sürət 40-a bərabərdir. Axına qarşı sürəti nədir? Axına qarşı sürəti isə bu 40-ın 4/3-üdür. 40-ın 4/3-ünü tapaq. Məxrəcə bölək, sürətə vuraq. 40-ı 4-ə böləndə 10, 3-ə vuranda 30 elədi. Deməli, axın ilə sürət 40, axına qarşı sürət 30. Mən də demişdim ki, katerin həm axın ilə sürəti, həm də axına qarşı sürəti varsa, kateri tapanda toplayıb 2-yə bölürük, çayı tapanda çıxıb 2-yə bölürük. Mənə isə göldə danışır, göldə isə təkcə kateri götürürdük. Nə toplamırdıq, nə çıxmırdıq. Çünki göl axmaz su hövzəsidir. Orada katerin təkcə öz sürətini götürürəm. Deməli, mən burada katerin sürətini tapanda 40 ilə 30-u toplayıb bölməliyəm 2-yə. 40 ilə 30-u toplayanda 70, 2-yə böləndə 35 elədi. Deməli, katerin sürəti nəyə bərabərdir? V bərabərdir 35-ə. Mənə isə T-ni 4 veriblər. 4 saata nə qədər yol gedər? Gedilən yolu tapanda sürət vurulur zamana. Bu deyilir 140 kilometr yol getmiş olar. Cavabımız olur A variantı. Bax belə. Bu haqda danışmış olduq. Baxaq indi 4 nömrəli məsələmizə. 4 nömrəli məsələmizdə də bizə deyir ki, axma sürəti 5 km/saat olan çayda kater çayın axını ilə 2 saat, axına qarşı 4 saat yol getdi. Katerin axına qarşı getdiyi yol axın ilə getdiyi yoldan 34 km/saat çox olarsa, kater çayın axın istiqamətdə sürətini tapın. Bax, yenə kateri verməyiblər. Deyirəm x. Çay nəyə bərabərdir? Çay bərabərdir. Deməli 5-ə. Çay veriblər. Biz də bilirik ki, axına qarşı da katerdən çay çıxırıq, axın ilə də katerlə çay toplayırıq. Əgər bura axına qarşı yazsaq, axına qarşı da x çıxılsın 5 olacaq. Çünki axına qarşı da çıxırıq. Kater x-dir, çay da 5-dir. Axın ilə də nə edirik? Axın ilə də isə bu katerlə çay toplamış oluruq. Kater x-dir, çay da 5-dir. İndi deyir ki, kater çayın axın ilə 2 saat, axın ilə 2 saat getdiyinə görə vururam 2-yə. Axına qarşı isə, daha doğrusu axın ilə sol tərəfdəki, bax, buna vurmalıyıq. Axın ilə də 2 saat gedib, axına qarşı isə 4 saat gedib. Vurduq bunu. Və bunların fərqi nəyə bərabərdir? 34-ə bərabərdir. Axın ilə 2 saat gedib, 2-yə vurduq axın iləni. Axına qarşı 4 saat gedib deyə axına qarşını 4-ə vurduq. Bir dənə bunu həll eləyək. 4x-ə vuranda 4x eləmiş olacaq, çıxılsın. 4 5-in 20 çıxılsın. 2-ni x-ə vuracam. 2x eləyəcək. 2 5-in də 10 bərabərdir 34-ə. 4x-dən 2x-i çıxanda 2x qalmış olacaq, bərabərdir. 20 ilə 10-u toplasaq 30 eləyəcək. Sağa da gətirməliyik bunu. Gətirəndə 64 eləyəcək. X də bərabər olacaq. 64-ü 2-yə böləcəksiniz. Bu da eləyəcək 32. Biz nəyi tapdıq? Biz x-i tapmış olduq. Bəs bizdən nə soruşur? Kater çayın axını istiqamətində. Axı ilə də nə idi? Katerlə çayı toplayırdıq. Biz x-i tapmışıq. X nədir? Katerin sürətidir. 34-dür. Axı ilə də nə olurdu? Toplamaq lazım idi. Mütləq şəkildə toplayırdıq. Deməli, 32-nin üzərinə 32 katerdir, 5-də çaydır. Toplayırıq, bu deyilir 37. Cavabımız olur hansı? Cavabımız olur B variantı. Deməli, 37-yə bərabərdir. Bundan danışdıq. Baxaq indi növbəti məsələmizdə. Görək növbəti məsələdə bizə nədən danışır? Baxırıq 5 nömrəli məsələyə. 5 nömrəlidə bizə nə deyir? 5 nömrəlidə də deyir ki, axma sürəti 5 km/saat olan çayda kater çayın axını ilə 4 saat, axına qarşı 2 saat yol getdi. Katerin axını ilə getdiyi yol, axına qarşı getdiyi yoldan 74 km çox olarsa, katerin duruqdakı sürəti nə qədərdir? Bax, yenə yazırıq. Kater verilməyib. Yazıram bura. X, çay nəyə bərabərdir? Çay da bərabərdir 5-ə. Və axın ilə 4 saat, axına qarşı 2 saat yol getdi. Və deyir ki, katerin axın ilə getdiyi yol, axına qarşı getdiyi yoldan 74 km/saat çox olarsa. Bax, axın ilə bura yazaq. Axın ilə də nə edirdim? X ilə 5-i toplayırdım. Axına qarşı da burada axına qarşı yazaq. Burada isə sürətləri çıxmış olurduq. X-dən 5-i çıxırıq. X katerin sürətidir. İndi zamanlarına baxaq. Axın ilə 4 saat gedib deyə axın ilə vurdum 4-ə.
Axına qarşı 2 saat gedib deyə vurdum 2-yə. Və bunları çıxsaz yerdə qalacaq 74. İndi bunu həll eləyək. 4x-ə vursaz 4x eləyəcək 4 5-in 20-dir burada çıxılsın. 2-ni x-ə vuracaqsınız. 2x eləyəcək 2 5-in 10. Bərabərdir 74. 4x-dən 2x-i çıxsaz burada qalacaq 2x bərabərdir. 20 ilə 10-u toplasaz 30 eləmiş olacaq. Sağa aparsa çıxsaz 44 almış olacaqsınız. 20 ilə 30 eləyir. Yaparacaqsınız 74-dən çıxacaqsınız. X bərabərdir 44. Deməli 2x bərabərdir 44 alacaqsınız. X də bərabərdir. 44-ü 2-yə böləndə 22 alacaqsınız. Nə soruşur bizdən? Katerin durğun sudakı sürətini istəyir. Durğun sudakı sürəti deyəndə katerin ilə öz sürətini götürürəm. Biz də katerin öz sürətinə burada nə demişdik? X demişdik. X də 22 almışıq. Deməli katerin durğun sudakı sürəti 22-yə bərabərdir. Bundan danışmış olduq. Baxaq növbəti məsələmizdə görək bizə nədən danışır. Baxırıq indi 6 nömrəli məsələyə. 6 nömrəlidə də bizə deyir ki, kater çayın axını ilə 152 km yolu 4 saata getdi. Çayın axma sürəti 5 km saat olursa, kater 6 saata çayın axınına qarşı nə qədər yol getmiş olacaq. Bax, yenə yazırıq bura. Hansı istiqamətdə gedib? Axın ilə gedib burada. Axın ilə 152-ni getdiyi yolu bölürük zamana. Nə qədər sürətlə gedib. Onu tapmaq lazımdır. Tapırıq ki, burada 38-dir. 38 nədir? Bunun axın ilə sürətidir. Mənə isə deyir ki, geriyə qaydanda. Axın ilə gedibsə, geriyə qaydanda axına qarşı gəlməlidir. Düzdür? Axına qarşı sürətini yazaq bura. Axına qarşı. Mən də demişdim ki, axın ilə sürət varsa, axına qarşını tapanda çay 2 dəfə çıxırıq. Yəni 38-dən çıxıram 5-i, çıxıram 5-i. Bir dəfə 5-i çıxırıq, kateri tapırıq. Bir dəfə də 5-i çıxırıq, axına qarşı sürət tapırıq ki, bu da 28-dir. Deməli, axına qarşı sürət 28-dir bunun. Və bizə nə deyir? Deyir ki, 6 saata nə qədər yol gedər? T də bərabərdir 6-ya. Gedilən yolu tapanda sürət vurulmalıdır zaman. Və salam 28-də 6-ya vuranda 168 eləyəcək. Nə qədər yol gedər? 168 kilometr yol getmiş olacaq burada. Bu belə, baxaq növbəti məsələmizdə görək bizə nədən danışır. Baxırıq 7 nömrəli məsələmizə. 7 nömrəlidə də bizə deyir ki, Sal çayın axını ilə 4 saat 12 km yol gedə bilir. Demək, çayda sürəti 20 dəqiqəyə 10 km olan bir kater axın ilə 5 saata nə qədər yol getmiş olar. Biz əvvəlcə salın sürətini tapaq. Salın T bərabərdir 4-ə, S-i bərabərdir 12-yə. V tapanda 12-ni böləcəksiniz 4-ə, eləyəcək 3. 3 salın sürətidir. Deməli, çayın sürəti 3-dür. Çay deməli nəyə bərabərdir? 3-ə bərabərdir. Demişdik ki, salın sürəti elə çayın sürətidir. Salı aparan çaydır. Bunu tapdıq burada. Və bizə deyir ki, çayda sürəti 20 dəqiqəyə 10 km olan kater. Gəl bunun 1 saata getdiyini tapaq da biz bilirik ki, 20 dəqiqəyə 10 km gedir. Bəs 1 saata nə qədər gedəcək? Saatı tapaq da. Bax, bunun 2 qaydada tapa bilərsiniz. 1 saatımız neçə dəqiqədir? 60-dır. 60-ı bölərsiniz 20-yə vurarsınız 10-a, 30 taparsınız. Və ya da ki, hissəli taparsınız. Bax, bu 20 dəqiqəyə 10 gedir, bu 20 dəqiqəyə 10 gedəcək, bu 20 dəqiqəyə də, bax, burada 20 yazaq, 20 dəqiqəyə də 10 getdi. 60 dəqiqə tamamlandı burada. Bəs nə qədər yol getdi? 30 getdi. Belə də tapa bilərsiniz. Hissə də yazaraq tapa bilərsiniz. Və ya da ki, 60 hardan gəldi? Mənə 20 dəqiqəni verib. Bəs 60 dəqiqə nə qədər yol gedər? 60-in içərisində 20 neçə dənədir? 3 dənədir. 3-ü də vur ona, al 30. Deməli, bu katerin sürəti nəyə bərabərdir? Katerin sürəti də 30-dur. Yazıram bura. Kater də bərabərdir 30-a. Yazdıq bunu. İndi bizə deyir ki, bəs axın ilə nə qədər yol getmiş olacaq? Axın ilə də bunlar ikisi toplanırdı. Axın ilə sürət bərabərdir 33-ə. Çay ilə katerin sürəti toplanmalıdır. Bəs V nə qədər verir? Deməli, V 33-dür. T nə qədər veriblər? T də 5 veriblər. Gedilən yolu tapanda sürət vurulmalıdır zaman. Və salam 33-ü də 5-ə vuranda 165-i almış olursunuz. Cavab olur neçə? 165 kilometr yol getmiş olur. Bu qədər rahat. Baxaq növbəti məsələmizdə görək 8 nömrəlidə bizə nədən danışır. Baxırıq 8 nömrəliyə. 8 nömrəlidə deyir ki, teploxodun sürəti 42 km/saatdır. Teploxod 3 saat axın ilə 4 saat axına qarşı 1 saat göldə hərəkət etdi. Çayın axma sürəti 2 km/saatdır. Teploxod cəmi neçə kilometr yol getmişdir? Bax, bura yazaq axın ilə. Bura axın ilə. Bura axına qarşı. Burada göl yazaq.
Hər üç istiqamətdə hərəkət edir. Axın ilə gedib, axına qarşı gedib, bir də göldə gedib. Bax, bizə veriblər. Teploxodun öz sürəti 42-dir, çayın da axma sürəti 2-dir. Mən də bilirəm. Axın ilə də teploxodun sürəti ilə çayın sürəti toplanmalıdır. 42 ilə 2-ni toplayırsınız, neçə eləyir? 44 eləyir. Burada V bərabərdir 44-də. Axına qarşıda nə olacaq? Bu 42-dən 2-ni çıxacaqsınız. Axına qarşıda teploxoddan çayın sürəti çıxılır. V bərabər olur neçəyə? 40-a. Yazdıq bunu. Göldə nə idi? Göldə nə toplanmırdı, nə çıxılmırdı. Göldə elə teploxodun öz sürəti idi. Yəni burada V bərabər olacaq elə 42-yə. Dəyişmir heç nə. İndi gəldik zamanlarına. T nəyə bərabərdir axın ilə? Deyir ki, teploxod 3 saat axın ilə yazdım. Burada T nəyə bərabərdir? T bərabərdir axına qarşı 4-dür. Göldə də T bərabərdir 1-ə. 1 saat gedir. İndi axın ilə getdiyi yolu tapaq. Rəngini dəyişək burada. S bərabərdir 44-ü vuracaqsınız 3-ə. Tapacaqsınız burada nə qədər yol getdiyini. Bu eləyir 132. Deməli 132 eləmiş oldu. Axına qarşı da S bərabərdir 40-ı vuracaqsınız 4-ə. Bu da 160 eləmiş olacaq. Göldə isə heç nə, elə 1 vuracaqsınız 42-yə. Nə olacaq? Elə burada da S bərabər olacaq 42-yə. Deməli 132 kilometr axın ilə getmişdir. Axına qarşı 160 kilometr getmişdir. Göldə də 42 getmişdir. Bəs məndən nə soruşur? Teploxod cəmi nə qədər yol gedib? Bax, bu getdiyi S-ləri toplamaq lazımdır. Yəni 132 üstə gəl 160 üstə də gəl 42. Və salam. Bunu toplayırıq, bu deyilir 334 kilometr. Cavab olur hansı? Cavab olur B. Hər kəsəni ayrı-ayrıqda yazaraq rahat şəkildə belə qarışdırmamaqla həll eləyə bilərsiniz. Axın ilə yazırıq, axına qarşı yazırıq, göl yazırıq. Hər kəsənin öz sürətlərini yazıb, zamanlarını yazıb, getdikləri yolu tapırıq və ondan sonra nə edirik? Hər birisini toplayırıq. Çünki bütöv getdiyi yol soruşulur bizdən. Videonu bəyənmək, kanala abunə olmaq yadımızdan çıxmasın. Gəlin baxaq, görək 9 nömrədə bizə nə deyir. 9-da da deyir ki, teploxod çayın axını ilə 115 kilometr, axına qarşı 152 kilometr getdi. Teploxodun sürəti 21 km saat, çayın axma sürəti 2 km saat olarsa, teploxod bütün yolu neçə saat vaxt sərf etdi. Yenə hər birisini ayrı-ayrıqda yazaq. Bax, bura yazaq axın ilə, burada yazaq axına qarşı. Qarışdırmayaq. Hər kəsəni ayrıda yazaq. Axın ilə nə edib? Axın ilə deyir ki, S bərabərdir 115-ə. Axına qarşı nə qədər gedib? Axına qarşı isə S bərabərdir 152 gedib. Axın ilə 115 kilometr, axına qarşı 152 gedib. Bəs V nəyə bərabərdir? Mənim də deyir ki, burada teploxodun öz sürəti 21-dir, çayın sürəti 2-dir. Mən də bilirəm, axın ilə də bunlar toplanmalıdır. 21 ilə 2-ni toplayıram. V bərabərdir 23-ə. Axına qarşı da isə bu 21 ilə 2 çıxılır. V bərabər olur 19-a. Axın ilə də topla, axına qarşı, yəni burada yazıram, axın ilə kater gələk çay, axına qarşı kater çıxılsın çay. Bunları bilirik artıq. O qaydanı tətbiq elədikdə biz də hamısına kater demək öyrənmişik, burada teploxoddan danışırıq. Eyni şeydir. Yəni eyni qayda tətbiq olunur. Burada V tapan, yəni V də var, S də var. T tapanda 115-i böləcəksiniz 23-ə. Bunun getdiyi nə qədər zaman sərf elədiyini tapırıq. 5 eləmiş olacaq. Axına qarşı da yenə T tapanda getdiyi yolu böləcəksiniz sürətinə və bunun nə qədər zaman sərf elədiyini tapırıq. Bu deyilir 8. Burada 5 saat zaman sərf eləyib, burada 8. Bütöv nə qədər zaman sərf eləyib toplayırıq. Bu deyilir 13 saat zaman sərf eləmiş oldu. Cavabımız olur neçə? 13 saat zaman sərf eləmişdir. Bax belə. Bu haqda danışmış olduq. Baxaq 10-cu məsələmizdə görək bizə nədən danışır. Baxırıq 10 nömrəli məsələmizə. Deməli 10 nömrəlidə bizə nə deyir? 10 nömrəlidə də deyir ki, katerin çayın axını ilə sürəti 24 km, axına qarşı sürəti 10 km saatdır. Bu kater göldə 85 km məsafəni neçə saata gedir? Mən də bayaqları dedim. Həm axın ilə sürəti, həm də axına qarşı sürət varsa, kateri tapanda topla 2-yə böl, çay tapanda çıx 2-yə böl. Niyə bu qayda ilə gedirik? Çünki mənə göldə nə qədər yol gedər deyir. Göldə də mənə kater lazımdır. Göldə nə toplamırıq, nə çıxmırıq. Deməli, kateri tapmaq istəyəndə siz 24 ilə 10-u toplayıb böləcəksiniz 2-yə. Bunun sürətini tapacaqsınız 17-dir. Deməli, katerin sürəti bərabərdir 17-yə. Bəs getdiyi yol nə qədər istəyir? 85 km yol getməsini istəyir. O zaman T nəyə bərabərdir? 85-i böləcəksiniz 17-yə. Bu deyilir 5 saat zaman sərf eləmiş olur. Cavab olur C variantı. Belə, bu haqda danışmış olduq. Baxaq növbəti məsələmizə. 11-ə baxırıq. Görək 11 nömrəlidə bizə nədən danışır.
11 nömrədə də bizə deyir ki, teplexod çayın axını ilə 4 saatda 80 kilometr yol getdi. Çayın axma sürəti 5 km/saat olarsa, teplexod həmin yolu neçə saata qayıdar? Bax, birinci gedib axın ilə. Bax, yazırıq bura. Axın ilə S bərabərdir 80-ə, T bərabərdir 4-ə. Biz burada V tapa bilərik. 80-i böləcəksiniz 4-ə. Bu deyiləcək 20. Bu nədir? Bu axın ilə sürətidir. İndi geri qaydanda hansı istiqamətə qaydacaq? Axına qarşı qaydacaq da. Düzdür? Axına qarşı qaydacaq. Yol dəyişməyəcək. Yol elə 80 olaraq qalacaq. Çünki getdiyi yol qaydacaq və həmin yolu deyir. Elə həmin yol 80-dir. Bəs sürət nəyə bərabər olacaq? Sürət, mən axın ilə 20 bilirəm axı. Qaydanda axına qarşı qaydacaq. Bəs axına qarşı sürəti necə tapar? Mən də demişdim ki, axın ilə sürətdən, yəni 20-dən axına qarşı qaydanda çay 2 dəfə çıxırıq. 20-dən bir dəfə 5-i, bir dəfə də 5-i çıxırıq. Neçə qalır? 10 qalır. Axına qarşıdan qaydanda çay 2 dəfə çıxmaq lazımdır. O zaman burada bunlar təmizdir. V nəyə bərabər olur? 10-a. T nəyə bərabər olacaq? 80-i böləcəksiniz 10-a, bu deyiləcək 8. Bəs bizdən nə soruşur? Deyir ki, neçə saata qaydar? 8 saata qaydar. Teplexod həmin yolu neçə saata qaydar? 8 saata qayıtmış olar. Belə, bu haqda danışmış olduq. Baxaq 12 nömrəli məsələmizə görə 12 nömrəlidə bizə nədən danışır? 12 nömrəlidə dedik ki, katerin sürəti 33 km/saat, çayın axma sürəti 5 km/saatdır. Kater çayın axına 4 saat, axına qarşı isə 2 saata cəmi neçə kilometr yol getmiş olacaq. Yəni hər birisini ayrıqda yazaq. Bax, bura yazaq axın ilə, bura yazaq axına qarşı getmələrini yazırıq. Katerin sürəti 33 km, çayın axma sürəti 5-dir. Axı ilə də nə olurdu? Axın ilə də toplanırdı. 33 ilə 5-i toplayıram, V bərabərdir 38-ə. Axına qarşıda isə sürət çıxılırdı. 33-dən 5-i çıxacaqsa, sürət bərabərdir 28-ə. Demək, zaman nə qədər verib? Axın ilə T bərabərdir 4-ə. Axına qarşı isə T bərabərdir 2-yə. Getdiyi yolu tapanda S bərabərdir 38-i vurursunuz 4-ə. Bunun nə qədər yol getdiyini tapırsınız. Bu 152 kilometr eləyir. Burada da getdiyi yolu tapanda 28-i vurursunuz 2-yə. Nə qədər yol gedəcək? 56. Məndən sizə soruşur ki, cəmi nə qədər yol gedər? 152 burada, 56 da burada. Bax, bunları toplamaq lazımdır. 152-nin də üzərinə 56-nı gələcəksiniz. Bunun nə qədər yol getdiyini tapırsınız. Bu deyilir 208 kilometr. Cavab olur hansı? Cavab olur A variantı. Belə, bu oldu 12 nömrəli məsələmiz. İndi baxırıq 13 nömrəli məsələmizə görək. 13 nömrəli məsələmizdə bizə nədən danışır? 13 nömrəlidə də bizə deyir ki, teplexodun öz sürəti çayın axma sürətindən 10 dəfə çoxdur. Teplexod çayın axını ilə 3 saat, axına qarşı 2 saat üzərək cəmi 204 km yol getdi. Çayın axma sürətini tapın. Yenə yazırıq axın ilə. Buraya yazırıq axına qarşı. Axın ilə də nə olurdu? Kater ilə çay toplanırdı. Və yaxud da ki, teplexod fərqi yoxdur. Nə olur olsun? Teplexod deyirəm. Burada çay deyirəm. Teplexodun öz sürəti çayın axma sürətinin 10 dəfə çoxdur. Çay bilirsən, bilmirsən. X desən, buna 10x deyəcəksən. Axın ilə də bunlar ikisi toplanırdı. Axın ilə də V bərabərdir 11x-ə. Axına qarşıda isə 10x-dən x-i çıxacaqsan, V bərabər olacaq 9x-ə. Bax, teplexodu bilmirsən, çay da bilmirsən. Çay denən x, teplexod bundan 10 dəfə çox olduğuna görə 10x oldu. Teplexod 10x, çay x. Axın ilə də topla. 10x-dən x toplayanda V 11x olur. Axına qarşıda çıx, 10x-dən x-i çıxanda 9x qaldı. İndi gəldik zamanlarına. Axın ilə də T bərabərdir deyir ki, 3 saata. Axına qarşıda T bərabərdir 2-yə. İndi hər kəsəni vur. 3-ü vur 11x-ə, eləsin 33x. Axına qarşıda 2-ni vur 9-a, 18x eləsin. Bunları toplasan nə qədər yol gedib? Cəmi 204 kilometr yol getmiş oldu. Cəmi nə qədər yol getdiyini tapdıqda. Toplasan 13x ilə 18x-i 51x bərabərdir 204-ə, x də bərabərdir 4-ə. Cavabımız olur neçə? 4-ə bərabərdir. Çayın axma sürətini istəyir bizdən, biz də çayın axma sürətini. X demişdik, x də 4 tapdıq, cavabımız olur 4-ə bərabərdir. Çünki bizdən çay istəyir. Belə, bu haqda danışmış olduq. Baxaq növbəti məsələmizə görə növbəti məsələdə 14-də bizə nədən danışır? 14 nömrəli məsələdə də bizə deyir ki, sürəti 5 metr bölü saniyə olan kater 3 saat göldə, 2 saat isə axma sürəti 3 km/saat olan çayda axı ilə üzdü. Kater ümumilikdə nə qədər yol getmiş oldu? Bax, 5-i metr bölü saniyə ilə veriblər, qarışdırmırıq. Metr bölü saniyədən kilometr bölü saata çevirəndə 5-də 18-ə vururduq. 5-də 18 hardan yaranır? Sürət məsələlərinin çevirməsində danışmışdıq. 5-i vururuq 5-də 18-ə.
5'i 5'ə bölüb vururuq 18'i. Bu da eləyir 18 kilometr bölünsün saat. Bu nədir? Bu 3 demək göldə getdiydi. Və göldə nədir? 18 ilə gedibsə elə bu katerin öz sürətidir. Deməli kater nəyə bərabərdir? Kater bərabərdir 18-ə. Katerin sürəti 18-dir. Göldə sürəti nədirsə bu elə katerin sürətidir. Bunu yazdıq. 5 demək sürəti 5 metr bölünsün kater 3 saat göldə yazdıq bunu. 2 saat isə axma sürəti 3 km saat olan çayda üzdü. Biz bax bu t bərabərdir 3'ə, çünki göldə 3 saat zaman sərf edib. S-ni tapaq bunun. 18'i vuraq 3'ə. Nə qədər yol gedəcək? 54 kilometr yol getdi. Bu oldu göl. Bax buraya yazırıq göl. İndi gəlirik nəyə? Çayda hərəkətinə baxırıq. 2 saat isə axma sürəti 3 km olan çayda üzdü. Katerin öz sürəti 18, çayın da axma sürəti 3'dür. Axın ilə deyəndə nə edirdik? Toplamaq lazımdır. Yəni V bərabərdir 18 üstə gəl 3 bərabərdir 21'ə. Axın ilə V bərabərdir 21'ə. Və bizə nədən danışır? Burada deyir ki 2 saat yol getdi. T də bərabərdir 2'yə. O zaman getdiyi yolu tapanda 21'i vurarsınız 2'ye 42 kilometr yol getdi. 54 burada getdi, 42 də burada. Bəs bizdən nə soruşur? Deyir ki, kater ümumilikdə nə qədər yol getdi? 54'ün üzərinə 42'ni gəlirsiniz. Və salam nə qədər yol gedər? 96 kilometr yol gedər. Cavab olar hansı? Cavab olar A variantı. Biz əvvəlcə 5 metr bölünsün saniyəni çevirdik kilometr bölünsün saata. Göldəki sürət 18 zamanı üçün. Nə qədər yol gedər? 18'i vur 3'ə 54 kilometr. 54 kilometr göldə getdi. Bəs bir də axın nədən danışır? Axın nə də katerlə çay toplanmalıdır. 21 ilə 3'ü toplayırıq. Deməli, daha doğrusu 18 ilə 3'ü toplayırıq. 21 eləmiş oldu. 21'i də 2'yə vururuq. 42 axırda da getdiyi yolları toplamaq lazımdır. Bu deyilir 96 kilometr. Belə, bax da danışdıq. Baxırıq 15 nömrəli məsələmizə. Baxaq 15'ə. Nə deyir bizə? Teploxod çayın axını ilə 2 saata 68 kilometr yol getdi. Çayın axma sürəti 3 kilometr saat olarsa teploxodun çayın axına qarşı sürətini kilometr saat ilə hesablayın. Bax, yenə axın ilədən danışır bizə. Axın ilə də T bərabərdir 2'yə, S də bərabərdir 68'ə. Mən burada V tapa bilərəm. V tapanda nə edəcəm? Mütləq şəkildə 68'i bölməliyəm 2'yə. Bu deyilir 34. Nə sürətidir bu? Axın ilədir. Mənə isə axına qarşı istəyir. Axına qarşını tapanda nə edirdim? Çayı 2 dəfə çıxırdım. 34'dən çayı 2 dəfə çıxıram. Bir dəfə 3 çıxıram, bir dəfə də 3 çıxmış olurum. Bu deyilir necə? 28. Cavabımız olur C-yə. Variantı, yəni 28'ə bərabərdir. Belə, bax da danışdıq. Baxaq 16 nömrəli məsələmizə. 16'da bizə nə deyir? Kater çayın axını ilə 3 saat, durğun suda 4 saat, axına qarşı 5 saat yolda oldu. Cəmi 170 kilometr yol getdi. Katerin sürəti çayın axma sürətinin 3 dəfə çoxdur. Kater göldə 5 saat neçə kilometr yol gedər burada. Bax, yenə yazıram kater, buraya yazıram çay. Katerin sürəti çayın axma sürətinin 3 dəfə çoxdur. Çayı bilmirəm, x desəm kater olacaq 3x. Yenə baxıram ki, müxtəlif istiqamətlərdə hərəkət edib. Nə deyir bizə? Deyir ki, həm axın ilə 3 saat, durğun suda 4 saat və axına qarşı 5 saat gedir. Bax, buraya yazaq axın ilə, buraya yazaq axına qarşı, bu da durğun suda hərəkəti. Axın ilə də nə olurdu? Katerlə çay toplanırdı. V bərabərdir 4x-ə. Axına qarşı da 3x-dən x-i çıxacaqsınız, 2x qalmış olacaq. Durğun suda elə sürət 3x olacaq. Sürət dəyişməyəcək. Gəldik zamanına. Deyir ki, axın ilə 3 saat, t bərabərdir 3'ə. Durğun suda 4 saat, burada t bərabərdir 4'ə. Axına qarşı 5 saat getdi, t də bərabərdir 5'ə. İndi getdiyi yollar tapaq. 3'ü 4x-ə vuranda 12x eləmiş olacaq, üstə gələk. 5'i 2'yə vuranda 10x eləyəcək, üstə gələk. 4 üçün 12x eləyəcək, bərabərdir. Cəmi nə qədər yol gedib? 170 kilometr yol gedib. Hamısını toplayandan sonra bunu almış olduq. Axırda olur 12, 12, 34 x bərabərdir 170'ə. X nəyə bərabər olacaq? 170'də. 34'ə böləndə x bərabərdir 5 tapırıq. X-i 5 tapdıq. Bizə nə deyir? Kater göldə 5 saata neçə kilometr yol gedir? Göldəki sürət deyəndə, yəni çaydakı, yəni bizim axma su hövzəsində hərəkət edib lazımdır. Yəni durğun sudakı sürət lazımdır. Mən də durğun sudakı sürət 3x götürmüşdüm axı. X-də 5 tapmışam. O zaman 3'ü vuraram 5'ə, eləyər 15. Yəni durğun suda V bərabər olacaq 15'ə. Göl elə durğun su deməkdir. T də bərabərdir 5'ə. O zaman nə qədər yol gedər? 15'i vurarsınız 5'ə.
bərabərdir 75 kilometr yol getmiş olacaq. Düzdür? Durğun sudakı sürətə mən 3x demişdim. Deməli, x-də 5 demişim. 3 5-in 15, v bərabərdir 15-ə, t də bərabərdir 5-ə. Gedirən yolu tapanda sürəti də zamana vurmaq lazımdır. Belə, bu haqda danışmış olduq. Baxaq 17-ci sualımıza. 17-ci sualına davam edirik. Bizə nədən danışır burada? 17-ci sualda da bizə deyir ki, aralarındakı məsafə çay boyunca 760 kilometrdən 2 limandan eyni vaxtda qarşı-qarşıya 2 teploxod yola düşdü. Teploxodların öz sürətləri eynidir. Axın istiqamətə gedən teploxod 15 saata 240 km yol gedir. Çayın axma sürəti 6 km saat olursa, teploxodlar neçə saatdan sonra görüşəcəklər? Biz hamısını qoyaq kənara, bax buradan yanaşaq. Bizə nə deyir burada? Deyir ki, 15 saata nə qədər yol gedir? 240 km yol gedə bilir. Yəni, bax, S bərabərdir 240-a, T də bərabərdir 15-ə. Mən burada V tapanda getdiyi yolu bölməliyəm zamana ki, bunun nə qədər, yəni hansı sürətin hərəkət elədiyini tapım. Sürət bərabərdir 16-ya. Bu hansı sürətidir? Hansı istiqamətə gedir? Axın istiqamətində. Axın istiqamətində gedən 16 ilə gedir. Əgər qarşı-qarşıya gəlirlərsə, biri axın ilə gedirsə, bax bu axın ilə gedirsə, bu bizə axına qarşı gəlməlidir. Düzdür? Deməli, bunun sürəti 16-dırsa, bu birisinin sürəti axına qarşıdır. Mən də axın ilədən axına qarşı keçəndə çayı 2 dəfə çıxırdım. Düzdür? Çayın da axma sürətini 6 veriblər burada. Bax, deyir ki, çayın axma sürəti 6-dır. Mən o zaman 16-dan 2 dəfə çayı çıxıram. Düzdür? Yerdə qalır neçə? 4 qalmış oldu. Deməli, axın ilə gedənin sürəti 16, axın ilə gedənin sürəti 16, axına qarşı sürətinə gedənin isə 4-dür. Düzdür? Qarşı-qarşıda sürətlər toplanırdı. 16 ilə 4-ü toplayıram. 20 elədir. Bu V-dir. S nəyə bərabərdir? 760-a. Bax, bir dənə bunu tapmaq lazımdır. S 760, V-də 20-dir. Biz də bunun sürətin bilirik. Zamanın tapanda nə edəcəyik? T bərabərdir. Getdiyi yolu bölməliyik sürətlər cəmini. 760-ı da böləndə 20 eləcək 38. Cavab olar necə? Cavab olacaq 38 saata sonra görüşmüş olarlar. Bu belə, baxaq növbəti məsələmizdə görək bizə nədən danışır. Baxırıq 18 nömrəli məsələmizə. 18-də də bizə deyir ki, 2 kater bir limandan eyni istiqamətə yola düşdü. Birinci kater hər 10 saata 400 km, ikincisi isə hər 8 saata 240 km gedir. Neçə saatdan sonra 2 kater, demək ikinci kater birincidən 80 km məsafədə olacaq. Bax, gələcək bura. 400-ü bölək 10-a. Bu eləsin 40. İkincisi isə hər 8 saata 240 gedir. 240-ı da bölək 8-ə, deməli 8-ə böləndə 30 eləmiş oldu burada. İndi bax, bunlar qarşı-qarşıya getmirlər. Bunlar eyni istiqamətdə gedirlər. Eyni istiqamətdə nə edirdik? Sürətlərini fərqini tapırdıq. Birinin sürəti 40-dır, birinin sürəti 30-dur. Sürətlər fərqini tapmalıyam. 40-dan çıxıram, 30 yerdə qalır 10 və arada qalması istəyən 80-i gətirib sürətlər fərqini bölürəm 8 saat. Deməli, nə vaxt olacaq? 8 saatdan sonra olacaq. Bax, biz nə iş gördük? 410-a bölməklə birincinin sürətini tapdıq. İkincisində 240-ı 8-ə bölməklə ikincinin sürətini tapmış olduq. Biri 40 oldu, biri 30 oldu. Eyni istiqamətdə sürətlər fərqi tapılır. 40-dan 30 çıxıram, 10 qalır. Arada istəyir 80 km məsafə qalsın. O zaman 80-i də bölürük 10-a, bu deyilir 8. 8 saatdan sonra bu hadisə baş vermiş olacaq. Bunlardan danışdıq. Baxaq 19 nömrəli məsələmizə. 19 nömrəli məsələdə bizə nə deyir? 19-a da bizə deyir ki, kater çayın axını ilə 390 km, axına qarşı 180 km yol getmişdir. Katerin çayın axını ilə sürəti 30 km saat, çayın axma sürəti isə 10 km saat olursa, kater bütün yolu necə saat yol getmişdir. Bax, buraya yazırıq axını ilə, buraya yazırıq axına qarşı. Axın ilə S bərabərdir 390-a, axına qarşı S bərabərdir 180-a. Katerin çayın axını ilə sürəti nə qədərdir? Axın ilə sürəti. Deməli, V bərabərdir 30-a. Bu şəkildə yazırıq. İndi burada mən nəyi tapmalıyam? T'yi tapmalıyam da zaman tapılmaq üçün görə bu nə qədər zaman sərf edib bu axın ilə getməklə. Deməli, 390-ı da 30-a böləcəksə, burada tapırıq 13. Yazdıq bunu. Bunun sürəti nə idi? Axın ilə sürəti 30 idi. Axı mənə axına qarşı sürət lazımdır. Onda çay 2 dəfə çıxırıq. Bayaq danışdıq, axı dedik ki, axın ilə sürətinə axına qarşı gələndə
çayı 2 dəfə çıxırıq. Yəni 30-dan bu çayı 2 dəfə 10-u çıxıram. 30-dan da 2-dən 10-u çıxanda V bərabər olacaq 10-a. O zaman burada T nəyə bərabərdir? 180-i böləcəksiniz 10-a. Olacaq 18. 18 saat burada, 13 saat burada. Cəmi nə qədər zaman sərf elədi? Toplayıram. 13 ilə də 18-i toplayıram. Bu deyir 31 saat ümumilikdə zaman sərf eləmiş oldu. Bunlardan danışdıq. Baxaq növbəti 20-ci məsələmizə. 20 nömrəlidə bizə nə deyir? 20 nömrəlidə deyir ki, aralarındakı məsafə çay boyunca 324 kilometr olan iki limandan eyni vaxtda qarşı-qarşıya iki teploxod yola düşdü. Teploxodların öz sürətləri eynidir. Axın istiqamətə gedən teploxod 11 saata 132 km yol gedir. Çayın axma sürəti 3 km saat olarsa teploxodlar neçə saatdan sonra görüşəcəklər? Bu da bayaqki tipdədir. Yenə bax buradan yanaşırıq. Nə deyir bizə? 11 saata 132 km yol gedəcək. S bərabərdir. 132-yə T bərabərdir 11-ə. Mən burada V tapanda getdiyi yolu bölməliyəm zamanı. Bu deyiləcək 12. Bu hansı istiqamətdə gedəndir? Axın istiqamətində gedəndir. Mənə isə axına qarşı lazımdır. Axına qarşını tapanda çayı 2 dəfə çıxırıq. 12-dən 3, bir dəfə də 3 çıxırıq. Demək, nəyə bərabər olacaq? 6-ya bərabərdir. Axına qarşı da sürət 6-dır. Axın ilə 12, axına qarşı 6. Qarşı-qarşıya gəlirlərsə V bərabərdir. Toplamalısan bax bunları. 1-in sürəti 12-dir, 1 6-dır. Qarşı-qarşıya toplanır. Çünki qarşı-qarşıya gəlirlər. O zaman V bərabərdir 18-ə, S də bərabərdir 324-ə. Buradan T tapanda getdiyi yolu bölməlisən sürətə. Yəni zaman tapılanda getdiyi yolu sürətlər cəminə bölmək lazımdır buradan. Bu deyiləcək 18 saatdan sonra görüşmüş olarlar. Bax belə. Bu sınavımız haqqında bu qədər. KTR məsələlərinə bağlıdır. Videonu bəyənmək, kanala abunə olmaq yadımızdan çıxmasın. Videonun rəy bölməsinə də xoş sözlərinizi yazaraq, o da sizin bizim üçün dəstəyiniz olmuş olar. Yenə dediyim kimi ödənişlər qruplara qoşulmaq üçün 051 232 95 50 nömrəsinə WhatsApp-da yazaraq daha geniş şəkildə məlumat əldə edə bilərsiniz. Sınavımız haqqında bu qədər.